Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə bə'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Davam edirik Fəthül Məcid kitabının qiraətinə. Qalmışdıq ikinci fəslin Ubədə İbn Samitin hədisində. Və İbn Qayyim rahimehullah buyurur ki, raddan li qavli men qal innel müstəsnə muxracun minəl mənfi. Qal bəl huvə muxracun mənfi və hukmuhi və la yakunu daxilən fil mənfi. İzləv kənə kəzəlik. Deməli, İbn Qayyim rahimehullah bu sözü deyənlərə rədd verir. Hansı sözü? Deyir ki, bu la ilahə illallah kəlməsi haqqında deyir ki, istisna inkar olunandan çıxıb. Deməli, burada istisna illallahdır. İnkar olunan isə la iləhdir. La ilahə. Və kim ki deyir ki, istisna la ilah yerindən çıxıb, bu sözü deyənlərə rədd olaraq İbn Qayyim deyir ki, xeyr, həm o istisna olan, həm özü inkar olunan yerdən, həm də hökmü oradan çıxır. Yəni, la ilahə illallah. Həmin bu illallah, la ilahə. İllallah istisnadır. La ilahə inkar olunandır. Bir tayfə deyir ki, bu istisna olunan, inkar olunandan çıxıb. İbn Qayyim rahimehullah deyir ki, həm oradan çıxıb, həm də hökmü oradan çıxıb. Bu nə deməkdir? Yəni, sən desən ki, yəni bir tayfa gəlir deyir ki, bəli, illallah inkar olunan yerdən çıxdı. Lakin hökmünü oradan çıxartmasan, bu kəlməni deyən müsəlman olmur. Sən deməlisən ki, bəli, yəni la ilahə illallah, yəni bəli, Allah oradan istisna oldu, hökmü də istisna oldu. Hökmü də nədir? Bəli, Allah ilahdır, haqq olan ilahdır. Ləm yədxulur racul fil İslam bi qavli la ilahə illallah. Əgər belə olmasa, bir adam la ilahə illallah kəlməsi ilə İslama girə bilməz. Ləənnəhu ləm yusbit əl-ilahiyyətü lillahi təalə. Çünki o adam Allah Əzzə və Cəlləyə uluhiyyəti isbat etmiş sayılmaz. Və həzə ə'zəmu kəlimətun tətəmənnət nəfyül ilahiyyətə əmmə sivallah və isbatuha ləhu bi vasfil ixtisas. Bu kəlmə, la ilahə illallah kəlməsi, ən əzəmətli kəlmədir ki, özündə Allahdan başqasına uluhiyyəti nəf edir və yalnız xüsusi vəsflərlə Allaha bunu isbat edir. Dilalətuhə ələ isbati ilahiyyəti. Yəni, o kəlmə dəlalət edir uluhiyyətinin isbatına. Əzəmu min dilaləti qavlinə Allahu ilah. Allah ilahdır sözündən daha əzəmətli olaraq. Yəni, bir adam desə ki, la ilahə illallah və biri də desə ki, Allah ilahdır. La ilahə illallah deyənin sözü daha əzəmətlidir Allah ilahdır deyən sözündən. Çünki Allah ilahdır desən, bu mane deyil ki, ondan başqa ilah yoxdur. Lakin la ilahə illallah desən, birinci inkar edib, sonra istisnanı çıxarsan hökmü ilə bir yerdə, bu daha əzəmətli bir kəlmə sayılır. Çünki bu kəlmədə murad nədir? İfraduhu təalə bil ilahiyyəti fi qalbil muvahhid və qavlihi və əməlihi. Bu kəlmədə murad uca Allahı, yəni muvahhidin qəlbində, qövlündə və əməlində uca Allah üçün uluhiyyəti isbat etməkdir. Kəmə dəllət əleyhil əhiyyətul muhkəmət. Necə ki, möhkəm ayələr
ona dəlalət edir. Kəmə əxbərə ən dəvətur rusul. Necə ki, rəsulların dəvəti buna dəlalət edir və bu haqda Allah Taala bizə xəbər verir. O mənada ki, Allah Əzzə və Cəllə buyurur ki, ayələrin birində Əni'budullaha mə ləkum min ilahin qeyruhu. Yəni, bütün rəsullar o kəlmə ilə gəlib ki, Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Və nəfyül ilahiyyə əmmə sivallahu təalə və əthbətuhə lillahi vəhdə. Yəni, bu ayə əslində la ilahə illallah, yəni tövhid kəlməsinin şərhidir. Yəni, burada Allah Azza və Cəllə özündən başqa bütün ilahları nəf edir və onu tək olan Allaha isbat edir. Yəni, ibudullah, Allaha ibadət edin, mə ləkum min ilahin qeyruhu. Sizin ondan başqa ilahınız yoxdur. Fə innəhu təalə huvəl muttəsifu bittəfərrudihi bil ilahiyyə. Allah Azza və Cəllə uluhiyyətdə, yəni, sifətlənib uluhiyyətdə tək olaraq əzələn və əbədən, əzəldə də, əbəddə də Allah Azza və Cəllə uluhiyyətdə vəsflənib tək olaraq. Allah Azza və Cəllə buyurur ki, zəlikə bi ənəllaha huvəl haqq. Bu ona görədir ki, Allah haqdır və ənəmə yədəunə min dunihi huvəl bətil. Və Allahdan başqa çağırdıqlarını isə batil ilahdır. Və əxbərə təalə ənil müşrikin ənəhum qalu. Və Allah Taala müşriklər haqqında bizə xəbər verərkən onların belə dediklərini deyir ki, əcitənə linə'budallaha vəhdə. Yəni, sən bizə tək olan Allaha ibadət etməyi mi istəyirsən? Yəni, bununla mı gəlmisən? Əradu ən yudxiluhu fi cümləti ələhihim fil ibadə. Onlar bu kəlmə ilə istəyirdilər ki, onların da ilahları ibadət cümləsinə daxil olsun. Və ənkaru ən təkunul ibadə ləhu vəhdə. Mə'ə ma'rifətihim ənə la ilahə illallah tubtilu dəlik. Və onlar Allahdan başqa, yəni inkar edirdilər nəyi? İbadətin tək olan Allaha olmasını. Nə ilə yanaşı? Yəni, la ilahə illallah kəlməsinin onların etiqadını puç etməyini bilirdilər. Ona görə onlar deyir ki, bizə tək olan Allaha ibadət etməklə mi gəlmisən sən? Təsviyyətu əlihətihim billahi fil ibadə. Yəni, Allahı, ilahlarını Allah ilə eyniləşdirmək ibadətdə. Huvəl şirkul əkbar. Bu böyük şirkdir. Əlləzi yucibul xuludu finnər. Yəni, cəhənnəmə daxil olmağı vacib edən böyük şirkdir. Fəl-muvəhhidu muxalifun lil-müşriki fi qavlihi və fi'lihi və niyyətihi. Lakin muvahhid isə müşriklərə həm qövllərində, həm fiillərində, həm niyyətlərində müxalif olurlar. Və həzə zahirun la xəfə bihi bihamdillahi əzzə və cəl. Bu zahirdir, gizli deyil, Allaha həmd olsun. Yəni, bir muvahhid müşriklərə həm dili ilə, həm qəlbi ilə, həm də əməlləri ilə müxalif olmalıdır. Həmçinin Qurtubi rəhmətullah aleyhi la ilahə illə huvə kəlməsini hədisdə keçən deyib ki, eylə məbud illə huvə. Yəni, ondan başqa məbud yoxdur. Yəni, haqq məbud yoxdur. La ilahə illəllaha, yəni, bu təfsiri vermişdir. Həmçinin məşhur təfsirçilərdən və dilçilərdən Zəmaxşəri rəhmətullah aleyh əl-iləh deyib ki, min əsməl əcnəs qərracul və fərs yəqə alə kulli məbudin yəhqi əv bibətilin thumma qələbə aləl məbud bihəq. Yəni, cins isimlərdəndir. Necə misal üçün misal üçün bir kişiyə də, yəni insan kişi də ola bilər, qadın da ola bilər, cins bir isimdir.
Həmçinin bu kəlmə də haqq məbud üçün də istifadə olunur və batil məbud üçün də istifadə olunur. Lakin sonda haqq məbud qələbə çalır. Yəni bu vəsf haqq məbud üçündür. Və qalə Şeyxülislam, Şeyxülislam deyir ki, Əl-ilah huvəl məbudul muta. Yəni ilah itaat olunan məbuddur. Yəni ibadət olunan, itaat olunan məbuddur. Fə innəl ilahə huvəl mə'luh. Və ilah da ilahlaşdırılmış bir şeydir. Və mə'luhu və ilahlaşdırılan şey də nədir? Huvəl-ləzi yəstəhəqqu ən yu'bəd. İbadətə haqqı çatandır. Və qavluhu yəstəhəqqu ən yu'bəd. Yəni bizim deməyimiz ki, ibadətə layiq olandır. Nə deməkdir? Huvə biməttəsəfə bihi min sifətilləti təstəlzimə ən yəkunu huvəl məhbubə qayətuhu vəl-məxdu'u ləhu qayətul xudu'. Bu nə deməkdir? Yəni o elə bir sifətlərlə vəsflənib ki, o sifətlər ləzim edir ki, yəni o son dərəcə sevilsin, o son dərəcə itaat olunsun, boyun əyilsin. Yəni bizim bu sözü deməyimiz nəyə görədir? Yəni o Allah elə bir vəsflərlə vəsflənib ki, o vəsflər ləzim edir ki, yəni sevgidə son həddə sevilsin. Yəni nihayətində ən uca sevgi ilə sevilsin, ən uca itaətlə, boyun əyməklə ona boyun əyilsin. Və qalə rahiməhullahu teala fə innəl ilah huvəl məhbub əl-mə'bud əlləzi tə'luhul qulub bihubbihə. İlah məhbub və mə'buddur, hansı ki qəlblər sevgi ilə onu ilahlaşdırır. Və təxtəu ləhu və ona boyun əyir. Və təzillu ləhu və onun üçün zillətli olur. Və təxafuhu ondan qorxur. Və tərcuhu ona ümid edir. Və tunibu ileyhi fişşədaidihə, yəni çətin anlarda ona yönəlir. Və təd'uhu fi mühəmmətihə və mühüm, önəmli işlərdə o çağırılır. Və təvəkkəlu aleyhi fi məsalihə və bütün işlərdə ona təvəkkül olunur. Və təlcə ileyhi və ona yəni ona sığınmaq lazımdır. Və tətmeinnə bi zikrihi və onu zikr etməklə təmkinlik tapır bütün qəlblər. Və təskunu ileyhi hubbihi və sevgi ilə ona təskinlik tapılır. Və leysə zəlik və bunlar da olmur illə lillahi vəhdəhu. Tək olan Allah üçün. Yəni bu şeylər yalnız Allah Əzzə və Cəllə üçün olur. Çünki o ibadətə layiq olandır. Çünki o elə bir sifətlərlə sifətlənib ki, o sifətlər ləzim edir ki, sən Allah Əzzə və Cəlləyə üst tutasan, ona ümid edəsən, bütün işlər və ona təvəkkül edəsən, ondan qorxasan, ona sığınasan, onu zikr etməklə rahatlıq tapasan, onu sevməklə təskinlik tapasan. Və lihəzə kənət la ilahə illallah əsdəqəl kələm. Ona görə də la ilahə illallah ən doğru, ən sadiq bir kəlamdır. Və kənə əhluhə əhlullah və hizbəhu. Və onun əhli də Allahın əhli və onun ordusudur. Və münkirunə ləhə ə'dəu və əhli qadəbi və niqmətihi. Və onu inkar edənlər də Allahın düşmənləri, Allahın qəzəb etdikləri və Allahın nifrət etdikləridir. Fəizə səhhə bihə kulli məsələtin və halin və zəvqin. Bu cümlə səhi olarsa, kimdə la ilahə illallah səhi olarsa, onun bütün məsələləri, halları və zövqləri səhi olar, doğru olar. Və izə ləm yüsəhhihə əl-əbdu, yəni bir qulda o səhi olmazsa, onun lazım olar ki, bütün elmi və bütün əməlləri fəsada uğrasın. Həmçinin İbn-i Qayyim rahiməhullah buyurur ki, Əl-ilah huvəl-ləzi tə'luhul qulubu məhəbbətən və iclələn və inabətən və ikramən və ta'zimən və dullən və xuduən və xavfən və rəcəən və təvəkkülən. Yəni ilah o şeydir ki, qəlblər onu sevgi ilə, onu cəlal etməklə, ona yönəlməklə, ona hörmət etməklə, ona təzim etməklə, ona zilli, yəni
zəlil olmaqla, ona boyun əhməklə, ondan qorxmaqla, ona ümid etməklə, ona təvəkkül etməklə ilahlaşdırmış olsun. İlah odur. Həmçinin İbn Rəcəb rahimehullah buyurur ki, "Əl-ilah huvellezî yuta'u və la yu'sa." İlah o kəsdir ki, o şeydir ki, ona itaat olunur, ona asilik olunmur. Heybədən ləhu və iclələn və məhəbbədən və xaffən və rəcəən və təvəkkülən aleyhi və sualən minhu və duaən ləhu. Yəni onun heybəti, cəlalı, ona məhəbbət olunsun, qorxusun, ümid olunsun, təvəkkül ona olsun. İstənilən şey ondan istənsin, dua ona olsun. Və la yuslihu hada kulluhu illallah. İllə lillah əzzə və cəl. Və bunların hamısı da yalnız Allah barəsində keçənlidir. Yəni ilahda bu şeylər olur və o ilahlıq da yalnız Allahın haqqıdır. Və mən əşşəkə məxluqan fi şeyin min hədihil umur əlləti hiyə fi xasaisil ilahiyyə. Və kim məxluqa bu şeylərdə, bu işlərdə şirk edərsə, hansı ki bu uluhiyyətin xüsusiyyətlərindəndir. Kənə dəlik qətən fi ixlasihi fi qavlihi la ilahe illallah. O la ilahe illallah kəlməsində ixlası pozmuşdur. Və kənə fihi min ubudiyyətil məxluq. Və o bu şeylərdə artıq məxluqa ibadət etmiş sayılır. Və qalə Əl-Biqai rəhmətullah aleyh buyurur ki, la ilahe illallah ey intifəən azimən. Yəni inkar edir, böyük bir inkarla nəyi? Ən yəkun məbudun bi haqqi qeyril məlikil ədəm. Məlikil ədəmdən başqa məbudu inkar edir. Yəni Allahdan başqa məbud yoxdur. Haqqı çatan məbud odur. Həmçinin fəinnə hədəl ilmə huvə əzəmü zikr əl-munciyyətu min əhvalis səəd. Bu elm ən əzəmətli elm və ən əzəmətli zikirdir ki, yəni la ilahə illallah ən böyük elm və ən böyük zikirdir ki, qiyamət saatında insanları nizata aparacaq. Və innəmə yəkunu ilmən iskənə nəfiyyən. Və bu elm nə vaxt olur? O elm faydalı olanda. Fə innəmə yəkunu nəfiyyən iskənə mə'əl iz'ən vəl-əməl bimə təqtədihi. Həmçinin də o elm nə vaxt faydalı olur? Allaha itaat edib, onun gərəkdirdiyi şeyləri əməl edəndə. Və illə huvə cəhlun sırf. Yəni, bu belə olmasa, o sırf cahillikdir. Və qalə Tayyibi rəhmətullah aleyh. Tayyib rəhmətullah aleyh buyurur ki, əl-ilah fiəl bimənə məf'ul. İlah fiəl babında məf'ul mənasındadır. Kəl-kitabi bimənəl məktub. Necə kitab yazılan mənasında. Min ələhə ilahətən ey əbədə ibadətən. Həmçinin şərhçi buyurur ki, və həzə kəsirun fi kələmil uləmə. Bu, alimlərin kəlamında çoxdur. Və icma minhum ennəl ilahə huvəl məbud. Və icmadır ki, ilah elə məbudun özüdür. Xilafən ləmmə yəqtədəduhu bədul qubur və cəhlətul mütəkəllimin. Nəyə müxalif olaraq? Qəbirlərə ibadət edənlərin ehtiqadına və mütəkəllimlərin, cahil mütəkəllimlərin ehtiqadına müxalif olaraq. Min ənə mə'nəhu huvəl xaliqul vəl qadiru aləl-ixtira. Yəni, onlar ilah kəlməsinə o yaratmağa qadirdir, xaliqdir mənası veriblər. Və buna bənzər mənalar. Və zunnuna ennəhum izə qaluhə fəqad ətəv minət-təvhid bil-gayətil qusva. Və onlar elə bir zənn ediblər ki, əgər onlar ilaha bu mənanı versələr, onlar yəni tövhidlə gəlmiş sayılmış olacaqlar. Və lə fə'lu mə fə'lu, nə etsələr belə. Min ibadətə qeyrilləhi və dəvətil əmvət. Necə Allahdan başqasına ibadət edən, ölüləri çağıran kimi. Və istəğəzətu, onlardan yardım istəyən, bihim fil kərabət, yəni çətin anlarda onlardan yardım istəyən və nəzir edən. Və bu cür, yəni ibadətin növlərini Allaha yönəldən və deyiblər ki, neynirsən elə, əsas odur ki, deyəsən Allahdan başqa yaratmağa qadir olan heç kim yoxdur. Onlar ilaha bu
mənanı veriblər və ona görə də zillətə düşüblər. Və mə şə'ru ennəl müşrikil ərəb və qayrihim yüşarikunəhum fil iqrari bihədəl mənə. Onlar şuur etməyiblər ki, ərəb müşrikləri və onlardan başqaları onların bu mənanı iqrar etməsində onlarla müştərəkdirlər. Və yə'təqədunə ennəlləhə huvəl xaliqul qadiru əl-ixtira. Çünki ərəb müşrikləri zaten etiqad edirdilər ki, Allah Teala'dan başqa yaradan yoxdur. Misal üçün onlar deyirlər ki, Allah Azze və Cəllə bizə xəbər verib ki, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللّٰهِ. Deyir, onlardan soruşsan ki, onları kim yaradıb? Onlar Allah deyəcək. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ. Və ya onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb? Onlar deyəcək ki, əziz və əlim olan Allah. Və əxbərə təalə ənhum. Allah Teala onlar barəsində bizə xəbər verib ki, ennəhum ittəğəzul evliyə min dunihi. Onlar, həmin o ərəb müşrikləri Allahdan başqalarını özünə dost seçiblər. Nə üçün? Mə nə'buduhum illə liyuqarribuna ilallahi zulfə. Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik. Biz onlara Allaha bizi yaxınlaşdırsınlar deyə ibadət edirik. Əbu Cəhil və küfrün başçıları olan, Qureyşdən olan küfür başçıları və onlardan başqaları əslində La ilahə illallah kəlməsinin mənasını indikilərdən daha yaxşı bilirlər. Allah Azze və Cəllə buyurur ki, İnnəhum kənu izə qilə ləhum la ilahə illallah və yəstəqbirun. Onlara deyiləndə ki, la ilahə illallah deyin, onlar təkəbbürlənərlər. Və yəquluna əinnə lətəriku əlihətinə li şairin məcnun. Biz dəli bir şairin sözünə görə öz ilahlarımızı tərk mi edəcəyik? Fə'ərəfu ənəhə tədillu ələ tərki ibadəti mə'budətihim. Onlar bilirdilər ki, la ilahə illallah kəlməsi dəlalət edir ki, onlar öz məbudlarını tərk etsin. Bəli, dəlalət edir. Çünki Allah Azze və Cəlləyə ibadətdə ixlaslı olmaq nəyə gərəkdirir? Uluhiyyəti ondan başqasına inkar etmək, ondan başqasına ibadətdə inkar etmək, ibadəti Allah Subhanahu taalaya isbat etmək və yalnız ona uluhiyyəti isbat etmək. وَدَلَّتْ لَا إِلَهَ إِلَّا اللّٰهِ عَلَى نَفِّ الْإِبَادَةِ عَنْ كُلِّ مَا سِوَى اللّٰهِ كَائِنًا مَنْ كَانَ. Yəni, la ilahə illallah kəlməsi nəyə dəlalət edir? İbadəti kim olur olsun Allahdan başqası üçün inkar etmək. Və isbatul ilahiyyəti lillahi vəhdəhu dunə mə sivə. Və Allahdan başqası üçün uluhiyyəti isbat etməmək. Və həzə huvət təvhid əlləzi dəət iləyhər rəsul və dəllə əleyhil Qur'an min əvvəlihi iləl-əxiri. Və bu elə tövhidin özüdür, hansı ki bütün rəsullar buna çağırıb və Quranın əvvəlindən axırı da bunu deyir. Allah Azze və Cəllə buyurur ki, cinlər haqqında bizə xəbər verərkən buyurur ki, Qul, uhiyə iləyyə ennəhus-səmə nəfərun minəl-cin. Mənə belə vəh olundu ki, cinlərdən bir qrup məni dinləmək üçün gəldi. Fəqalu və dedilər, İnnə səmi'nə Qur'anən əcəvən. Biz əcaibli Quran eşitdik. Yəhdi ilə rüşdi fəəmənnə bih. O, doğru yola hidayət edir və biz ona iman etdik. Və lən nuşşəqə bi Rabbinə əhədən. Və biz öz Rəbbimizə heç nəyi şərik qoşmayacaq. Və la ilahə illallah. Allahdan başqa ibadətə haqq olan məbud yoxdur. Lə tənfəu bu kəlmə. Lə tənfəu illə mən əlifə mədluləhə nəfiyyən və isbətən. Və ətəqədə zəlik və qabiləhu və əmələ bihi. Yəni, bu kəlmə onun mənasını bilərək isbat və inkarda, bilərək inkar etməkdə fayda verir və ona etiqad edib, onu qəbul edib və onunla əməl etməkdə fayda verir.
Bu şeyler olmasa ona fayda verilmeyecek. Ve emme men qalaha an gayri ilmin ve i'tiqadin ve ameli. Kim buna ehtiqadsız, elmsiz və əməlsiz sadəcə boş söz olaraq deyərsə, fəqət təqəddəm kəlamul uləmə, bu haqda alimlərin artıq kəlamı keçmişdir ki, ən həzə cəhlun sırf. O sırf cahillikdir və huvə hüccətun əleyhi bilə rəybə. Bu onun üzərinə hüccətdir, şök yoxdur. Deməli, hədisdə vəhdəhu lə şərikə ləhu kəlməsi keçir. Yəni, Übədə İbn Samitin hədisində buyurur ki, yəni Allah nəbisi mən şəhidə ən la ilahə illallah vəhdəhu lə şərikə ləh. Yəni kim şəriyi olmayan, tək olan Allahın haqq məbud olduğuna şahidlik edərsə. Əslində vəhdəhu lə şərikə ləh, la ilahə illallah kəlməsini gücləndirən bir məna verir. Gücləndirən bir mənadır. Yəni la ilahə şərikə ləhvudur. İllallah vəhdəhu da onu gücləndirir. Daha sonra müəllif buyurur ki, fəmə əchəlul ubbədil qubur bihəlikim. Yəni, qubur, qəbrə ibadət edənlərin halından daha cahil hal heç kimdə yoxdur. Fəmə əzəmu mə vəqə fihi. Yəni, onlar necə böyük bir şeyə vaqi olurlar. O mənada ki, fə innəl müşrikil ərəb və nəhvihim. Cəhədu lə iləhə illallah ləfsən və mə'nən. Yəni, ərəb müşrikləri və onlar kimiləri lə iləhə illallah kəlməsini həm ləfsi olaraq, həm də məna olaraq inkar edirlər. Yəni, onlara deyəndə ki, lə iləhə illallah demirdilər. Yəni, ləfsi inkar edirlər, həm də mənanı inkar edirlər. Nə mənada? Deyirdilər ki, biz yəni Məcnun bir şairin sözünə görə ilahlarımızı tərk edəsi deyilik. Yəni onlar bilirdilər ki, la iləhə nə məna verir. Ona görə həm ləfsi olaraq, həm məna olaraq inkar edirdilər. Və həulə'il müşrikun. Lakin bu müşriklər ki var, əqarru bihə ləfsən, yəni la iləhə illallahın ləfsini iqrar edirlər, və cəhədə mənə, mənasını da inkar edirlər. Yəni, indiki müşriklər la iləhə illallah deyirlər, ləfsi, lakin mənasını inkar edirlər. Mənasını, yəni Allahdan başqa yaradan yoxdur, Allahdan başqa öldürən yoxdur kimi mənalar verirlər. Və təcidə əhədəhum yəquluhə və huvə yə'luhu qayrullah bi ənvə'il ibadə. Baxırsan ki, onlardan birisi la iləhə illallah deyir, lakin Allahdan başqasını ibadətin bəzi növlərində Allahdan başqasını ilahlaşdırır. Fəl-hubbi və tə'zim, sevgi kimi, təzim etmək kimi, qorxu kimi, ümid kimi, təvəkkül kimi, dua kimi və bundan başqa ibadətin növlərində. Bəzədu şirkuhum ələ şirki ərəb biməratib. Bəli, onlar öz şirklərlə şirk qatırlar yəni. O mənada ki, fəinnə əktərəhum idə vəqə fi şiddəti əxləsə duə qeyriləhi təalə. Yəni, onlar o mənada ki, onlar baxırsan ki, çətin anlarda Allahdan başqasına dua edib, Allahdan başqasını çağırırlar. Və yətəqədunə ənəhu əs-səu fərcən ləhum və elə ehtiqad edirlər ki, Allahdan başqasını çağıranda işləri daha sürətlə həll olunur. Daha sürətlə həll olunur. Bixilafi həlil müşrikin əl-əvvəli. Ərəb müşriklərinə müxalif olaraq. Çünki ərəb müşrikləri rahatlıq anında şirk qoşsalar da, çətinlik anında dini Allah üçün ixlaslı edirdilər. Allah Azza və Cəllə buyurur ki, فَإِذَا رَقِبُوا فِي الْفُلْكِ دَعُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Onlar deyir, gəmidə olarkən dini yalnız Allah üçün ixlaslı şəkildə edirlər.
فَلَمَّ نَجَّاهُمْ إِلَى الْبَرِّ elə ki, quruya çıxdılar, nicat tapdılar, İzə hum müşrikun. Şirk qoşmağa başlayırlar. Və həzə təbəyyən. Bu zaten bəlli olan məsələdir ki, ennəl müşrikə əhli hədihil əzmən, yəni bu dövrümüzdə olan müşriklər var, şirk əhli ki var. Əchəlu billahi və bitəhvidihi min müşrikil ərəb və mən qabləhum. Yəni Allahı bilməkdə, onu tövhid etməkdə ərəb müşrikləri və onlardan əvvəlkilərin halından daha cahil haldadırlar. Daha cahil haldadırlar. Daha sonra hədisdə keçir ki, və ənə Muhammədən əbduhu və rəsuluhu. Muhammed onun qulu və rəsuludur. Və şəhidə bizəlik. Və buna şahidlik olur. Və huvə mə'tufun ələ mə qabləhu ələ niyyəti təkrarul əmin. Bu, özündən əvvəlkinə atf qayıdır, əməl edənin təkrarı, niyyəti təkrarı baxımından. Yəni, əl-əbd, əbdin mənası huna əl-məmluk, əl-əbid. Məmlukdur, yəni. Əbd, yəni, kiminsə mülkündə olan. Ey, ənəhu məmlukun lillahi təala. Yəni, o, Allahın mülküdür. Vəl-ubudiyyətul xassatu vasfuhu. Əslində, ubudiyyət Peyğəmbər sallallahu aleyhi və səlləmin xas bir vəsfidir. Kəmə qalə Teala, necə Allah Azza və Cəllə buyurur ki, Əleyhissallahu likəfin əbdəhu, məgər Allah öz quluna yetməzmi? Allah Azza və Cəllə Allah nəbisini qul vəsfi ilə məqamlandırır. Fəalə məratibil əbd, yəni bir qulun ən uca mərtəbəsi əl-ubudiyyətul xassatu və risalətu. Yəni qulun xüsusi qulluğu və risalətidir. والنبي صلى الله عليه وسلم محمد صلى الله عليه وسلم أكمل الخلق في هاتين الصفاتين الشريفتين. Yəni Allah nəbisi bu iki sifət, şərəfli sifətlərdə məxluqun ən kamilidir. Yəni o qul baxımından da ən kamil quluydu, risalət baxımından da ən kamil risalət sahibi idi. Və mər-rububiyyətu vəl-uluhiyyə. O ki qaldı rububiyyət və uluhiyyət, fəhumə haqqullahi təalə. Bu yalnız Allahın haqqıdır. Lə yüşərikuhu fi şeyin minhə mələkun müqarrab və lə nəbiyyin mursəl. Ən yaxın mələk və ən göndərilən kim olsun rəsullardan bu vəsflərdə Allah Azza və Cəlləyə şərik deyildir. Əbduhu və rasuluhu. Onun qulu və onun elçisidir. Ətə bihəteyni sifəteyn. Yəni, bu iki sifətlə gəlir. Əslində bu iki sifət ifrat və təfridi özündə cəm edir. O mənada ki, fəinnə kəsirən mimmə yəddəə ənəhu min ümməti. Yəni, bir çoxlar ki var, iddia edir ki, yəni, biz Muhammedin ümmətiyik. Əfrətu bil-qulubi qavlən və fiilən. Onlar həm qövl, həm fiildə bu qulufda ifrata olur. Fərrata bitərki mütabiyyətuhu. Və ona tabi olmaqda da ifrata varıblar. Və ətəmədə ələl-ərai müxalifəti məmmə cəə bihi. Və təəssəf fi təvilil əxbərihi və əhkəmihi bisərfihə ələ mədlulihə. Əslində onlar nədə ifrat və yəni, bu şeylərdə hədd aşıblar. Allah nəbisinin gətirdiyi şeylərə öz rəylərlə müxalif olmaqda, onun xəbərlərini, əhkamlarını təvil etməkdə, yəni onun səhih mənasını başqa mənaya sərf etməkdə. Çünki Peyğəmbər sallallahu aleyhi ve səlləmə şahidlik etmək, onun qul və rəsul olmağına şahidlik etmək nəyi gərəkdirdir? Onun gətirdiyi şeylərə iman etmək, onun verdiyi xəbərləri təsdiq etmək, onun əmrlərinə itaat etmək, onun qadağan etdiklərindən çəkinmək,
onun əmrlərini və nəhylərini əzəmətli tutmaq və onun önünə heç bir kəsin qövlünü onun dediyi sözün önünə qoymamaq. Lakin Allahu Ekber, Allah yardım etsin, indiki dövrdə bu şeylər var. Və Abdullah ibn Sələmdən radiyallahu anhudan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Deyir ki, yəni sahabə radiyallahu anh deyir ki, İnnə necidu sifətən Rasulillah sallallahu aleyhi ve sellem. Bunu Dərimi öz müsnədində rivayət edir ki, deyir ki, biz deyir Peyğəmbər sallallahu aleyhi ve sellemin sifətini belə tapdıq. Yəni ondan qabaqki yəqin kitablarda. İnnə ərsəlnəkə şəhidən və mübəşşirən və nədirən və hirzən lil ümmiyyin. Əntə əbdi və rasuli səmməytuhu əl-mütəvəkkil leysə bifəzzin və lə qalis və lə səxabin bil əsfaq və lə yəczi bis-seyyəti mislihə. Gəlirik hədisin davamına. Deyir ki, biz səni şahid olaraq, müjdəlisi olaraq, qorxudan olaraq, ümmətini qoruyan olaraq göndərdik. Sən mənim qulum və rəsulumsan. Mən səni mütəvəkkil adlandırdım. Sən çətin, qaba biri deyilsən. Bazarlarda səs-küyünü qaldırmarsan və pisliyə pisliklə cavab verməzsən. Əksinə, əfv edərsən. Lən əqəbədəhu həttə yuqimi millətə mütəəvvicətun və ən yəşhədə ən la iləhə illallah yəftəhu bihə ə'yanu umyan və ədənu summan və qulubun qulfən. Yəni biz sənin canını almarıq ta ki, sənin ümmətin la iləhə illallah şəhadət kəlməsini gətirənə qədər. Səninlə biz kör gözləri açacaq, kar qulaqları açacaq və qıfıllanmış qəlbləri açacaq. Yəni Allah Nəbisi sallallahu aleyhi və səlləmin sifətlərindəndir. Sonra hədisdə keçir ki, və ənnə İsa Abdullahi və Rasuluhu. İsa Allahın qulu və Rasuludur. Ey, xilafən ləmmə yətəqədihul nəsar ənəhu Allah, əv İbnullah, əv səlatu sələtə. Çünki Nasranilər ehtiqad edirdi ki, İsa Allahdır və yaxud Allahın oğludur və ya üçündən üçüncüsüdür. Ona görə də Allah Nəbisi deyir ki, kim İsa'nın Allahın qulu və rəsulu olduğuna iman etsə, Tealəllahu əmmə yəqulu uluvvən kəbirən. Allah Nasranilərin dediklərindən uzaqdır. Allah Azze və Cəllə buyurur ki, məttəğədəllahu min vələd. Allah Teala bir övlad götürmüyor. Və mə kənə məəhu min ilahi. Və onunla yanaşı da heç bir ilah yoxdur. Fələ buddə ən yəşhədə ənnə İsə Abdullah və Rasuluhu. Ələ ilmin və yəqin bi ənnə məmlukun lillahi xaləqəhu min unsə bilə zəkər. Yəni, labiddir ki, İsa'nın Allahın qulu və elçisi olduğuna şəhadət gətirəsən. Elm və yəqinliklə biləsən ki, o Allahın quludur. Allah Azze və Cəllə onu qadından kişisiz yaradır. Allah Azze və Cəllə bu haqda buyurur ki, İnnə məsələ İsa indəllahi kəməslə Ədəm. İsa'nın Allah qatında misalı Adəmin misalı kimidir. Xaləquhu min turabin, onu torpaqdan yaradır. Summa qalə kum fəyəkun. Sonra dedi ki, ol və o da oldu. Və leysə Rabban və la iləhən. Subhanallah əmmə yüşrikun. O nə Rəbdir, nə ilahdır. Allah bunlardan münezzəhdir. Qaləllahu Teala və şərət ileyhi. Yəni o zaman ki, Məryəm ona işarət etdi. Qalu keyfə nukallimu mən kənə fil məhdi səbiyyə. Qundaqda olan körpə necə danışsın dedilər. Lakin İsa
Bir açıq nə dedi? Allah Quranda buyurur ki, qalə inni abdullahi ətəniyəl kitəbə və cəəlni nəbiyyən. Mən Allahın quluyam, mənə kitab verildi və mən nəbilərdən edildim. Leysə yəstənkifəl məsihu ən yəkun əbdən lillahi və ləl mələikətu əl-müqarrabin. Nə İsa, nə də Allaha yaxın mələklər Allaha qul olmaqdan çəkinməz. Allaha qul olmaqdan çəkinməz. Kim Allaha qul olmaqdan çəkinərsə və təkəbbürlənərsə, onların hamısı bilsin ki, Allahın önündə həşr olunacaqlar. Həmçinin möminlər Yahudilərin, Allahın düşməni olan Yahudilərin qövlünə də, batil qövllərinə də şahidlik edirlər ki, onlar deyir ki, İsa həşə zinakarın oğludur. Allah onlara ləhlət eləsin, o Yahudilərə. Heç bir adamın İslamı səhih olmaz bu iki tayfanın qövlündən uzaq durmadıqca. Bir, Yahudilərin ki, o zinakarın oğludur. İki, Nasranilərin ki, onlar deyirlər ki, Allah, İsa ya Allahdır, ya onun oğludur, ya da üçdən üçüncüsüdür. Həmçinin hədisdə keçir və kəlimətuhu yəni İsa Allahın kəliməsidir. Allah Azze və Cəllə İsa'nı kəlimə adlandırır. Li-vücudihi bi-qavlihi kun. Çünki İsa kun sözü ilə mövcud olur. Kun kəlimədir. Necə ki, bunu müfəssirlər belə təfsir edib ki, İsa Allahın kəlməsidir. Yəni Allah kun dedi, o da oldu o kəlmə ilə. İmam Əhməd Cəhmiyyələrə rədd kitabında deyir ki, əl-kəlimətulleti əlqahə ilə Məryəm hinə qalə ləhu kun. Yəni, Məryəmə atılmış kəlmə o vaxt ki, Allah ona kun dedi. Fəyəkunu İsa kun. Və leysə İsa huvə kun. Yəni, İsa'nın özü kun deyil. Sadəcə kun kəlməsi ilə yaranıb. Yəni, Allah kun deyib, minallah, yəni Allah kun deyib, qövlü olaraq o da yaranıb, məxluqən. Yəni, kun məxluq deyil, Allah Əzzə və Cəllənin kəlamıdır. O kəlamla İsa əleyhissalam yaranıb və o kəlam Məryəmə atılan kəlamdır. Və əlqahə ilə Məryəm, yəni Məryəmə atılmış sözdür. Yəni, xələqəhu bi kəlimətilləti ursilə bihə Cibrail. Yəni, Allah Teala onu kəlmə ilə yaradıb ki, hansı ki, o kəlməni Cəbrail ilə göndərib Məryəmə və o kəlmə ilə üfürüb, Allahın əmri ilə üfürüb və İsa əleyhissalam da Allahın izni ilə bu kəlmə ilə yaranıb. Kun fəyəkun. Və ruhu əlləti ursilə bihə Cibrail. Yəni, Allahın Cəbrailin gətirdiyi ruhdur. Ruhu minhu. Yəni, ruhu minhu, ondan olan ruhdur. İsa ruhu min ərvahilləti xaləqəhəllahu Teala. Yəni, İsa Allahın yaratdığı ruhlardan bir ruhdur. Yəni, hansı Ələstu bi rabbikum qalu bələ. O vaxt ki, Allah dedi ki, mən sizin Rəbbiniz deyilmiyəm. Onlarsa dedilər, bəli, sən bizim Rəbbimizsən. Və o ruhlardan olan bir ruhdur. Bə'ətəllahu ilə Məryəmə və dəxələ fiyhə. Yəni, Allah Teala o ruhu Məryəmə göndərdi və o Məryəmə daxil oldu. Allah Əzzə və Cəllənin izni ilə. Və vəsfuhu bi ənəhu minhu, yəni İsa Allahdan olan ruhdur, ənəhu kəinun minhu, yəni o ruhlardan əmələ gəlib. Kəmə fi qavlihi və səxxirə ləkum mə fis-səmavati və mə fil-ərdi cəmiən minhu. Yəni, göylərdə və yerdə olan hər şeyi Allah sizə ram etdi.
o şeylər ki, ondandır, yəni Allahdandır, yəni Allah onu yaradıb. Yəni ənəhu kainun minhu, yəni Allahdan olub bu. Kəmə ənə mənəl əyətul uxra ənəhu səxərə həzəl əşya kainətən minhu. Yəni bu əşyaları ram edib, yəni ondan ram olunur. Ənəhu mukəvvinun zəlik və mövcudun bi qudrətihi və hikmətihi. Yəni bu şeyləri Allah Taala yaradıb. Allah Taala oluşturub onun qüdrəti ilə və hikməti ilə. Çünki Allaha mudaf olan şeylər, əgər o şey ki, öz nəfsi ilə qaim deyil və ya başqa bir şey ilə qaim deyil məxluqatdan, vacibdir ki, o Allahın sifətlərindən olsun. Əgər o izafə olunan şey özü özlüyündə qaimdirsə, məsələn, İsa kimi, Cəbrail kimi, yox ruhlar kimi, Adəm övladının ruhları kimi, mümkün deyil ki, o Allahın sifətlərindən olsun. Çünki nəfsi ilə qaim olan şeylər lə yakunu sifətən li qeyri, başqasının sifəti olmur. Lakin Allaha izafə olunan o şeylər iki yerə bölünür. Bir, Allaha izafə olunur o mənada ki, Allah onları yaradıb, onları icad edib. Bu bütün məxluqatlara keçərlidir. Məsəl üçün, Allahın səması, Allahın yeri, bütün şeylər Allaha bu mənada izafət olunur. İkinci izafə isə ona xas olan şeylərdir. O mənada ki, Allah onları sevir, onları əmr edir, onlardan razıdır. Misal üçün, Allahın evi, bu kimi şeylər. Bu kimi şeylər də izafə olunur. Misal üçün, sən deyəndə ibadullah, Allahın qulları, o qullar ki, Allaha ibadət edir, ona itaat edir əmrlərinə. Bu izafə özündə uluhiyyəti əhatə edir o mənada ki, yəni Allah Əzzə və Cəllə deyəndə ki, məsəl üçün, Allahın qulları, bunun da izafəsi iki mənada ola bilər. Ümumən, hamı Allahın quludur, xüsusənsə Allahın sevdiyi qullar ki var, ona izafə olunur, Allahın əmrini yerinə yetirib Allaha itaət olanlar. Daha sonra sən deyəndə ki, yəni cənnət haqdır və cəhənnəm haqdır, şahidlik edirsən ki, cənnət, hansı ki, Allah Azza və Cəllə xəbər verib öz kitabında ki, onları mən müttəqilər üçün yaratdım, bu haqdır. Sabitdir, buna şək yoxdur. Və sən həmçinin şahidlik verirsən ki, cəhənnəm də haqdır, hansı ki, Allah Azza və Cəllə xəbər verib ki, onları, öz kitabında xəbər verib ki, onları kafirlər üçün yaratdım. Həmçinin bu da haqdır. Allah Azza və Cəllə buyurur ki, Səbiqu ilə məxfirətin min Rabbikum. Rəbbinizdən məxfirətə tələsin. Və cənnətin ərduhə kə ərdis səmai vəl-ərd. Və genişliyi səma və yerlər qədər olan cənnətə də tələsin. O iddət lillədinə əmənu billahi və rasulihi. O cənnət ki, Allaha iman edib, onun rəsuluna iman edənlər üçün hazırlanır. Zəlikə fədlullahi yu'tihi mən yəşə. Bu, Allahın lütfüdür, istədiyinə verir. Allahu zul fədlil azim. Allah əzəmətli lütf sahibidir. Həmçinin başqa ayda buyurur ki, fəttəqun nərəlləti və quduhən nəsu vəl-hicərə uiddət lil-kəfirin. O oddan qorxun ki, onun odunu insanlardan və daşlardandır, hansı ki, kafirlər üçün hazırlanır. Yəni, bu ayələr dəlalət edir ki, cənnət və cəhənnəm var. İndi hal-hazırda mövcuddur. Bidət əhlinə müxalif olaraq.
Həmçinin cənnət və cəhənnəmin varlığına iman etmək əslində axirətə iman etməklərdən sayılır. Hansı əməl üzərə olsun, bunlara şahidlik verən Allah Taala bunları cənnətə qoyacaq. Bu əslində cavab-ı şərtin o cümlə ki var, bu cavab-ı şərtdir. Yəni kim bu şeylərə şahidlik etsə, bu şərtin cavabı nədir? Mən onu hansı əməl üzərində olsun cənnətimə daxil edəcəm. Və hansı əməl üzərində olsun sözün mənası nədir? Ya fasid, ya islah əməl üzərində. Lakin tövhid əhli labüddür ki, onlar cənnətə daxil olsun. Həmçinin ehtimal var ki, bu sözün mənası nədir? Yəni cənnət əhli cənnətə daxil olacaq əməllərinin hesabı miqdarında, dərəcələr baxımından. Həmçinin Qadi İyad xəbər verir ki, Ubbadə İbn Səmitin hədisində varid olan bu hədisdə yəkunu xüsusən limən qalə mə zəkərəhun Nəbi sallallahu aleyhi ve sellem qarna bir şəhədətəyin həqiqətəl iman və tavhid əlləzi varada fi hədisi. Yəni, zaten hədisdə keçən şeylərə şahidlik vermək özü özlüyündə bu şahidliyin də gətirdiyi şeylərə riayət etmək özü özlüyündə zaten insanı cənnətə aparan şeylərdəndir. Tövhidin həqiqətidir, imanın həqiqətidir. Və bu şeylərə şahidlik vermək və bu şahidliyin gətirdiyi şeylərə əməl etmək ona elə bir əcr qazandırır ki, o əcr bütün günahları vurub aparır və onu məğfirəti üçün Allahın məğfirətini, Allahın rəhmətini əldə etmək vacib edir bu şeylər və əvvəldə onun cənnətə daxil olmağın da vəsilə olur. Yəni bu şeylərə şahidlik edir və bu şahidliyin gərəkdirdiyi şeylərə əməl etmək, elmlə, yəqinliklə əməl etmək o qədər əcr qazandırır ki, sənə o sənin günahların olsa da vurur, aparır və vacib edir ki, Allah səni bağışlasın, Allah sənə rəhm etsin. Təbii ki, bu Allahın lütfü və rəhməti sayəsindədir. Bir kimsənin əməli sayəsində deyil. İbn Qayyim deyir ki, burada məqsəd tövhid kəlməsidir. Mömin buna şahidlik etdiyi zaman mənasını bilərək, həqiqətini bilərək, isbat və inkar edərək, qəlbini, dilini və cəvarihlərini onun gərəkdirdiyi şeylərlə iqamə edərək, bunlara şahidlik edərsə, elə bu kəlmə bu şeylərə şahiddir. Hansı ki, onun əsli sabitdir, qəlbin dərinləyində bitib, budaqları isə səmaya qalxır. Yəni, gözəl kəlmə, La iləhə illallah kəlməsi. Allah Azze və Cəllə bizi bu kəlməni, həqiqətini, onun gərəkdirdiyi şeyləri yerinə yetirməyi nəsib etsin, bizi asanlaşdırsın və bizi bu kəlmə üzərində canımıza alsın və bizi salihlərə qovuştursun. Və bərəkallahu fikum. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.